Lənkəran şəhərində 8 noyabr Zəfər günü münasibəti ilə Zəfər qaçışı adlı kütləvi idman tədbiri təşkil olunub. Lənkəran Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşan qaçış yarışına yeniyetmələr, gənclər və müxtəlif idarə və müəssisələrin əməkdaşları qatılıblar. İştirakçılar Lənkəran şəhərində Həzi Aslanov Parkının qarşısındakı start xəttindən müəyyən edilmiş marşrut üzrə Bayraq meydanının ətrafındakı finiş xəttinədək olan 5 kilometrlik məsafəni qət ediblər. Finiş xəttinə ən tez çatan kişilər və qadınlar arasında İlk 3 yerin sahibi olan iştirakçılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Zəfərin 5 ilinə asılmış qaçışda 150 nəfər içərisində 5 kilometr qaçaraq birinci yerə çıxmışam. Bu riski duyuram, müstəqil Azərbaycanda yaşayıram. Biz də bugün Zəfərin 5 illiyi münasibəti ilə Lənkəran şəhərində Zəfər qaçışı keçiririk. Zəfər qaçışı şəhərin mərkəzindən başlayaraq Bayraq meydanında yekunlaşıb 5 kilometr məsafəni əhatə edib. Qaçışımızda 500 nəfərdən artıq insan iştirak edir. Burada uşaq, gənc, yeniyetmələr, böyüklər də iştirak edir və bu daha sevindirici oldu ki, böyüklər də artıq qaçışa qoşulub. Və hər il olduğu üçün, ənənəvi olduğu üçün bu ilə keçirdik. İnşallah növbəti illərdə də bunu daha kütləvi təşkil olunmasına nail olacaq.